Salam əzizlərim, bu günləri 19 apreldir, Akshaya Tritaya günüdür. Akshaya Tritaya günü bolluq, ruzi, bərəkət günüdür. Bugün hər hansı bir qızıl və yaxud gümüş alırsınız. Əgər həmin gümüşü bu günləri qızıl əldə edə bilmirsinizsə, ən azından bron edirsiniz, sabah da birisində götürüb həmin ritualı edə bilərsiniz. Və istər bron etdikdə, pulu köçürtdükdə, istər aldıqda deyirsiniz ki, bu qızılı alıram bugün, bu qızılı verdiyim bu pul mənə filan şeyləri gətirsin və istədiyiniz maddi nə isə arzulayırsınız. Taxanda da qolunuza deyirsiniz ki, hansı niyyətlə bolluq, bərəkət, ruzu, mal, dövlət və yaxud o niyyətlə tutduğunuz mal, mülk, ev, maşın nə istəyirsinizsə, onu niyyət edirsiniz və çalışırsınız ki, gələn 19 aprelə qədər üzərinizdə olsun. Da ola bilsin ki, duşa girəndə filan çıxarsınız, mən qızıllarla girirəm, gümüşlərlə də duşa girirəm, problem yoxdur, sadəcə təbii daş olanda gərək çıxardasınız. Belə, hər zamanınız, hər gününüz bolluq, bərəkət içində keçsin. Bu yanılmıramsa Indusların bayramıdır, amma hər bir halda yaxşı şeylərdən örnək götürmək lazımdır. Sizləri sevirəm. Ritualı edin və deyin. Gələn il bu vaxtlar. Bu videonu hansı sosial mediada görsəz, mütləq saxlayın yaddaşda. Bir ildən sonra deyin, etdiniz ya etmədiniz. Edənlər nəticəni gördü mü? Mən də etsəm deyəcəm.